Ayasofya muzeyinə saat 4-dən sonra gedəndə sıra çox azalır və orada bir xaricilər üçün giriş yer ayırıblar, bir türklər üçün. Əgər türk dilində həqiqətən şivəsiz danışırsınızsa, özünüzə türk kimi əvvəlcədən orada polis əməkdaşları olur da yoxlayan. Merhabalar abi, nasılsınız? Giriş bu taraftan değil mi Türk vatandaşları? Direkt orada zaten özləri heç nə demirlər, kimlik də yoxlamlar. Evet, buradan deyir. Elə siz oradan keçib çox rahatlıqla sırasız girə bilirsiniz. Yəni prova eləmişəm daha əvvəl. Merhaba, giriş orası mı? Yanılmıyor mu? Abi şu anda biz sırada mı duracak? Yolda durmayacak. Neden oldu bu? Aman tanrım, yapma böyle. Allah abi. Mən danışsam inanırsan mənə o saat tutarlar ki. Çünki deyəcək memləkət nədəsə çaşıb, yəni Giresun ya da bilmirəm Gaziantep nəsə belə bir şey. Şişli. Qatarda deyil, Şişli istasyonu. Şişli. Şişli bəncə İstanbulun bir hissəsi də elə memləkət deyəndə, yəni hansısa bölgə yoxdur elə. Zonguldak. Cəvahir Şişli bölgəsi var. Elə şəhərə yaxın. Taksimə yaxındır. Bir tərəf oradandır.